Xəzərlər doğrudan da yəhudiliyi qəbul etmişdimi? Dövrün müsəlman mənbələrinə görə təxminən 8-ci əsrin sonlarında Xəzər xaqanı və saray elitasının bir hissəsi yəhudiliyi qəbul etmişdi. Bəzi tarixçilər bu mənbələrin etibarlılığına şübhə ilə yanaşsalar da, Xəzərlərin yəhudiliyi qəbul etməsinin ən maraqlı sübutlarından biri Xəzər dövrünə aid, üzərində Musa Allahın elçisidir yazılmış siccələrdir. Amma bu dəyişiklik bütün xalqı əhatə edirdimi? Görünür yox. Eyni dövrün mənbələri göstərir ki, Xəzər xaqanlığında müsəlmanlar, xristianlar, yəhudilər və Tengri inancına sahib insanlar yanaşı yaşayırdılar. Üstəlik, qədim türk dövlətlərində yeni dini əvvəlcə hakim elitanın qəbul etməsi nadir hadisə deyildi. Məsələn, Göytürklərin buddizmə, Uyğurların isə manixeizmə maraq göstərməsi buna nümunələrdir. Bəs Xəzər elitası niyə məhz yəhudiliyi seçmişdi? Bunun əsas səbəblərindən biri siyasi balans yaratmaq idi. Xristianlığı qəbul etsəydilər, Bizansın, İslamı qəbul etsəydilər isə xilafətin təsiri altına düşə bilərdilər. Yəhudiliyi böyük ehtimalla əsasən Xəzər hökmdarı və hakim elita qəbul etmişdi. Bütün Xəzər xalqının yəhudiləşdiyini göstərən güclü sübut isə hələ də yoxdur.